çox ehtiyacımız vardı qələbəyə. Çünki biz də dərk edirik ki, hansı komandanın adını daşıyacaq, hansı məsuliyyət bizim üçün. Allah çox şükürlər olsun ki, dünyanın layiqli oyun nümayiş etdik, qələbə qazandı. Əsas çətinliyi nədən ibarət səncə? Yəni əsas çətinlik meydançı haqqında danışmaq istəmirəm çünki Celtic oyundan sonra danışmadım, məğlub oldu da. Meydançıda biraz problemlər var idi, hər iki komanda üçün problem idi. Hətta biz də oyuna qabaq düşündük ki, bizim üçün daha çox problem olacaq. Çünki biz daha təhlükəli futbol oynayırıq. Rəqib istədiyi halda uzun toplardan istifadə edib bizi çətin hala sala bilirdi. Yəni, bu günləri uşaqlarına fəxr edirəm hamı ilə bir-bir. Çox mübariz oyun göstərdilər. Lazım olanda texnik futbol, lazım olanda mübarizə apardılar. Məşqçilər də oyundan qabaq tapşırıq vermişdi ki, hesabı qorumağa oynamayacaq, hücumlar quracaq, öz oyunumuzu oynaması lazım, meydançına da fikir verməyəcək. Allah çox şükür olsun ki, bu günlər hər şey yaxşı alındı bizdə. Sizcə bu günkü oyun komandanın göstərdiyi yaxşı oyunlar? Demək olar ki, yaxşı oyunlardan biridir. İndi tələsirəm, yəni qaçıram Qəbələnin oynayıb atmağa. 1-0 əldə rəyimiz, fikrimiz oradadır. İnşallah ki, komanda da köftə oynasa çox əla olur. Sağ olun.